Salamlar. Bugün sizlərə TryHackMe platforması üzərində Wireshark aidlan Wireshark 101 adlı labın həllini göstərəcəm. Yəni əslində özüm əvvəlcə həll eləmişəm bir çoxunu. İndi isə sizlə bərabər baxacağıq. Demək, birinci Wiresharkın nə üçün istifadə olunacağı haqqında danışaq. Ümumiyyətlə Wireshark özü Kali Linuxda default olaraq qurulu bir tooldur və open source bir tooldur. Hansı ki bu tool vasitəsilə şəbəkədə olan prosesləri analiz edə bilərik ətraflı bir şəkildə. Yəni məsələn, tutaq ki, requestlərə baxa bilərik, HTTP requestlər ola bilər, müxtəlif protokollara aidlan requestlər ola bilər və s. İndi bunun haqqında danışacağıq. Demək, birinci əsas burada özü labın introduction-dan başlayır. Yəni Wiresharkın bizim qeyd elədiyimiz kimi nə üçün istifadə olunduğu haqqında danışılır və qeyd edilir ki, yəni həmin bu tool pickup faylları, yəni capture faylları tutmaq üçün, analiz etmək üçün istifadə olunan bir open source tooldur. Installation-dan danışır. Burada zaten dediyimiz kimi Kali'də bu avtomatik olaraq var, amma indi bizə lazım deyil bu hissə, çünki bizdə burada bu əsas menyuya gəlib, burada ilə sadəcə Wireshark yazan kimi ən başda çıxır gördüyünüz kimi. Ona görə bizə ehtiyac deyil bu. Üçüncü olan isə Wireshark Overview-dur. Wiresharkın belə bir grafik user interfeysi var. Yəni siz məsələn burada Wiresharka girəndə birinci göstərim sizə indi elə burada. Wiresharka girdiniz. Girəndə sizi belə bir qrafik ön yüz qarşılayır. Hansı ki bu sizin şəbəkə interfeyslərinizdir. Burada istədiyiniz bir şəbəkə interfeysini seçib onu analiz edə bilərsiniz. Əsasən baxın, aktiv olanlar qabağında bu kardioqrama bənzər işarələr olanlardır. Digərləri isə aktiv olmayanlardır. Məsələn, məndə burada Ethernet var, bir də Any var. Yəni məsələn, ayrıca siz terminalda gəlib burada ifconfig yazanda və burada gördüyünüz nəticələr bu loopback adresdir. Bu isə Ethernet. Yəni hal-hazırda mən VPN falan qoşmamışam. Mənim özümünki budur da, düzdür. Yəni bundan istifadə edəcəm. Burada da əslində ondan danışır. Yəni deyir burada bir dənə interfeys seçin və daha sonra analizinə bu formada başlayın. Mən indi məsələn öz interfeysimi yenə də seçirəm Wiresharkda, yəni Ethernet seçirəm. Double click edəndə bizdə artıq requestlər, responselar və s. hamısı görsənəcək. Gördüyünüz kimi burada əsas qrafik arayüzündə birinci time var. Time'dan sonra IP adreslər üçün source IP adreslər və destination IP adreslər var. Daha sonra protokolun növü var və uzunluğu var və onun haqqında qısa informasiya var. Bu mənim özümün əsas şəbəkəsində, lokal şəbəkəsində olan network analizdir. Mən məsələn hal-hazırda deyək ki, brauzerə girib hansısa başqa saytlara keçsəm, ora HTTPS sorğuları göndərsəm, o arxada görsənəcək. Məsələn, port Swiggerə girirəm Firefox-da arxa planda. Burada requestlərin necə dəyişəcəyinə baxaq. Baxın, DNS sorğuları başladı. Çünki bilirik ki, biz hansısa sayta browser üzərindən gedəndə IP adreslər DNS, yəni Domain Name Services vasitəsilə resolve olunur domain adreslərinə və bunun üçün də DNS-dən istifadə olunur. Ona görə də bura DNS düşdü və yaxud da ki TCP-lər düşdü. TCP-lər də etibarlı connection qurmaq üçün istifadə olunur. Three-way handshake var idi bildiyimiz kimi. Yəni bu formada və bunları burada görüb və daha ətraflı analiz edə bilərik Wireshark vasitəsilə. Daha sonra bizdə növbəti, baxın bu dediyimizdən danışır burada da, yəni bu ön yüzdə packet number olur burada, number 34-35 belə yazılan, daha sonra time olur, source destination IP olur və s. Və daha sonra collection methods'dan danışır. Gördüyümüz kimi burada network taplardan danışır. Yəni network taplar bir növ fiziki cihazlardır, hansı ki şəbəkədə trafiki tutmaq və oxumaq üçün, analiz etmək üçün istifadə olunan bir növ qurğulardır və onun növlərindən danışır burada. Daha sonra MacFlood'dan və IRP Poisoning'dən danışılır burada. IRP protokolu haqqında da qısa məlumat verim. IRP ümumiyyətlə OSI modelinin ikinci layeri olan data link layerdə işləyən bir protokoldur və açılımı Address Resolution protokoldur və nə üçün istifadə olunur? Ümumiyyətlə, belə deyək də, IRP IP adreslərini MAC adreslərinə uyğunlaşdırmaq üçün istifadə olunur. Yəni, cihazları, məsələn, IRP
request-i göndərilir əvvəlcə şəbəkəyə broadcast olaraq ki, məsələn, mənə bu IP adresi MAC adresi lazımdır. Yəni filan IP adresi xüsusi olaraq qeyd olunur həmin request-də. Mən bu IP adresi MAC adresi lazımdır və həmin IP adresə sahib olan cihaz şəbəkədə bu request-i qəbul etdikdə görür ki, bu IP adres özünün IP adresidir və daha sonra unicast olaraq IRP sorusunu göndərən cihaza IRP reply göndərir ki, buyur, mənim MAC adresim budur. Və həmin o IRP request-ini göndərən cihaz da gələn IRP reply-i öz MAC table-na qeyd edir. MAC table-na qeyd edir ki, növbəti dəfə həmin cihaza sorğu göndərmək lazım gələndə təzədən broadcast olaraq bu IP-yə sahib olan cihazın MAC adresi nədir sorğusu göndərməsin şəbəkəyə. Ona görə də MAC table-na həmin MAC adresləri yazır yəni. IRP poisoning nədir və yaxud da IRP spoofing də var. Bu isə demək kiberdələduzlar tərəfindən və yaxud da yəni hackerlar tərəfindən istifadə olunan bir metoddur, hansı ki man in the middle attack növlərindən biri gedir bunun adı. Yəni məsələn adicə bayaq qeyd etdiyimiz IRP request-ini göndərən cihazın request-ini hacker tutur və onu öz adından, yəni hacker elə bil ki onu daha doğrusu IRP request təmin edən cihaz adından targetə göndərir, yəni hədəfə göndərir və hədəfin göndərdiyi reply-lar da özünə gəlir. Ona görə də o həm request-ə, həm reply-lara baxıb ona uyğun elə bil belə deyim də, özünü IRP request-ini təmin edən cihaz kimi göstərir targetə və network-ü tutur da yəni aralarındakı. Yəni bunun üçün istifadə olunur. Burada əslində əsas tasklar bu download task file hissəsindən başlayır. Bura qədər olan hissələr nəzəri məlumatlardır. Burada isə demək Wireshark-ın içində filtering operatorlarından danışır. Baxın, ən yuxarı hissədə gördüyünüz bu bar hissəsində biz filtrləmə əməliyyatları yerinə yetirə bilərik. Necə? Məsələn, mən burada protokolları görürəm də. Mən protokolun növünə görə filtrləmə apara bilərəm. Məsələn, mən istəyirəm ki, ancaq məndə TCP portları, protokolları görsənsin. Onda gəlib buraya yazıram TCP və enter vuranda məndə görsənənlər ancaq TCP-lərdir gördüyünüz kimi və yaxud da mən istəyirəm ki, ancaq DNS-lər görsənsin. Bu formada yazıb ancaq DNS-ləri görsədə bilərəm. Burada başqa şeylər də yazmaq olar. Yəni burada çox şey var. Tutaq ki, mən istəyirəm ki, ancaq source IP-si, məsələn 192.168.32.2 olanlar görsənsin. Kopya eləyək bunu. Ya da elə yazaq, fərqi yoxdur. Bunun üçün yazırıq demək IP nöqtə yazanda, baxın. IP nöqtə yazanda IP üçün olan seçimlər gəlir. Bizə lazım olan IP source da yaza bilərik, IP destination. Məsələn, IP destination yazaq. Destination bax buradakı IP-lərdir. Məsələn, 192.168.32.100, 130. 2 dənə bərabər işarəsi qoyuruq. 192.168.32.130. Və enter vuranda gördüyümüz kimi həmin o destination IP olan hissəni xüsusi highlight elədi. Yəni xüsusi qırmızı ilə işarələdi ki, onu fərqləndirsin. İndi məhz burada da bu filtr operatorlarından danışır. Yəni deyir ki, burada logical operatorlardan da istifadə oluna bilər, and istifadə oluna bilər və yaxud da ki, bu işarələr or istifadə oluna bilər və yaxud da pipe işarəsi yerinə, yəni bunun yerinə istifadə oluna bilər və s. Və qoyduğu bu linkdə də Wireshark filtering documentation-dır. Yəni Wireshark-da olan filtrləmə prosesindən ətraflı bir şəkildə danışmış olur. Məsələn, baxın, and-in istifadəsi. Məsələn, IP.source yazır, source IP adresi qeyd edir. And yazır, IP destination-dan destination IP adresi qeyd edir. Və yaxud da TCP port, məsələn, TCP protokolunun xüsusi bir portunu qeyd edir burada və daha sonra da oradan da protokol adını qeyd edir və s. Yəni TCP üzərində işləyən və yaxud da UDP üzərində işləyən protokolları və onun xüsusi port adreslərini bu filtrləmə ilə qeyd etmək olar. Daha sonra burada hansı ki belə deyək də Wireshark-ın necə OSI modelinin layer'larını istifadə etdiyi haqqında danışır. Məsələn, hansısa bir paketə girsək, tutaq ki, mənim burada müəyyən paketlərim var da. Bu filtrləməni aradan qaldıraq. Yəni DNS paket məsələn, buna girsək, burada ən yuxarı hissədə frame 40 var da, düzdür? Məsələn, bunun özündə bu frame'lərdir. Yəni bu data link layer'dır. Bildiyimiz kimi OSI modelinin data link layer'ında demək frame'lərdən istifadə olunur və cihazlara MAC adreslər orada təyin olunur. Switch məhz həmin bu layer'da fəaliyyət göstərir. Burada gördüyünüz məlumatlar məhz data link layer'a aid olan məlumatlardır. Daha sonra bu hissə var və burada isə gördüyünüz kimi destination və source MAC adreslər var. Dediyimiz kimi MAC adreslər data linkdə təyin olunur deyə onlar da burada qeyd olunur.
Sonra IPv4 var, hansı ki bu da network layer-a ayrılan məlumatları özündə qeyd saxlayır və s. Yəni OSI modelinə ayrılan layer'ların məlumatlarını bu şəkildə görmək olar. Daha sonra növbəti bizdə gəlir artıq, deməli, tapşırıqların özünə gəldik. Bu room bizə belə deyək də, hər məsəl üçün protokol üçün ayrıca yükləmə fayllar verir, pickup fayllar. Biz o faylları yükləyib Wireshark'da analiz etməliyik. Məsələn, IRP üçün ayrıca bir fayl verib yükləyək. Sizə də IRP haqqında bayaq danışdım. Nə olduğu haqqında, hətta IRP spoofingdən də danışdıq. Bizdə indi lazım olan fayl, mən əvvəldən yükləmişəm deyə burada qarışıqlıq olmasın. Bu olmalı deyəsən, startup. Bəli, startup olmalıdır. Gördüyümüz kimi burada IRP sorğuları üstünlük təşkil edir. Bir də yəni bunu silək ki, bizdə sonra problem yaranmasın. Tamam. Demək, burada məsələn istənilən bir IRP sorğusunun üstünə double click edəndə burada Address Resolution Protocol Request hissəsi var. Bunu açanda gördüyümüz kimi onun haqqında məlumatlar verir. Yadınızda qalsın, əgər IRP hər hansısa bir belə deyək də, IRP paketini analiz edəndə Wireshark'da opcode hissəsində request 1 yazıbsa, bu onun request olduğunu göstərir ki, zaten request yazır da, yəni opcode'u 1-dirsə, bu requestdir. Amma opcode 2-dirsə, bu reply-dir. Baxın, bayaq qeyd etdiyimiz sorğu göndərilir əslində. Bu information hissəsinə baxsaz, qeyd eləyir ki, who has this IP, tell this IP. Yəni mənə deyir ki, bu IP adresi mənə MAC adresi lazımdır. Yəni bu IP adresə sahib olan cihaza deyir ki, sən öz MAC adresini mənə de. Yəni bax bu ünvana de. 1251.196 bir ünvanına de. Yəni bu IRP request-dir. IRP reply hardadır? Onu da göstərək. Hətta bunların hamısı IRP olsun deyə bir dənə bunu filtrləyək. Gördüyünüz kimi bunların hamısı who has ilə davam edir. Yəni bunlar request, amma başında IP olanlar artıq reply-dir. İnanmırsa girə bilərik. Burada gördüyünüz kimi reply yazılıb. Yəni bu formada. İndi bununla bağlı olan sualları bir dənə gözdən keçirə bilərik. Məsələn, baxın, bu da orada onu qeyd edir ki, yəni opcode'u 1 olarsa request-dir, target MAC adresi burada görsənir. Hansı ki, bu target MAC adresinin də hamısının 0 olmağı bunun broadcast sorğu olmağına dəlalət edir. Yəni bunu sübut edir. Reply-ında isə 2-dir və sender IP adres görsənir, sender MAC adres görsənir. Hansı ki, IRP request göndərən cihaz həmin bu MAC adresi özünün MAC table-na qeyd edir. Aydındır? Yəni mən burada yazmışam. Birinci soruşur ki, what's the opcode for packet 6? Gəlirik bura. 6, yəni 6-cı paketimiz buradadır ən başda. Gördüyümüz kimi bunun opcodunda nə yazılıb? Request 1. Gəlib onu yazmışıq. What's the source MAC address of packet 19? Gəlirik bura. 19-a gəlirik və source MAC adresini soruşur. Bizə lazım olan MAC adres bax budur. Sender MAC adres. 80 FB06 bu formada. Bunu da yazmışıq. Daha sonra, deyir ki, hansı 4 dənə paket IRP reply paketləridir. Bunu siz manual olaraq bu formada da axtara bilərsiniz. Yəni belə bayaq qeyd etdiyim kimi, who has ilə başlayanlar request-dir, IP ilə başlayanlar reply-dir. Və yaxud da belə də yaza bilərsiniz. Filtrləmə hissəsində gələrsiniz IRP.opcode seçimi var. Opcode, dedik opcode'u 1 olanlar request-dir, 2 olanlar reply-dir. Opcode'u 2 eləsəz, ancaq reply paketlərini görəcəksiniz. Baxın, hamısı IP ilə başlayır, who has-dən başlamır və double click edəndə hamısının opcodunun reply olduğunu görmək olar. Əslində bu seçim daha faydalıdır. Çünki ola bilər ki, bizdə paketlərin sayı daha çox olsun və biz bu üsulla daha tez IRP reply paketlərini görə bilərik. Ki, zaten labın da bizdən tələbi IRP reply paketlərinin nömrələridir. O da ki, burada qeyd etdiyim nömrələrdir. Baxın, 76, 400, 459 və 520. Bu formada. Daha sonra bayaq baxdığımız hansı ki, bu MAC adresə sahib olan cihazın IP adresini soruşur. Bunu da bu filtrləməni ləğv edək. 10 neçənci idi? 19 idi deyəsən, hə? Yoxsa məncə 19 olmalıydı. Bəli, o 19 idi da. Burada IP-yə necə baxa bilərdik?
Bu IP değildi. Biz bura başka IP yazmalıydıq. Yəni 1251.196.1 değil. Buradakı IP adres budur əslində. Sadəcə what IP address is at. Sadəcə biz onu necə tapmışdıq o yadımdan çıxdı. Bir dəqiqə. Biraz burada baxaq görək necə tapmışdıq onu biz. Tapmışdıq amma necə tapdığım yadımda deyil deyəsən. Yəni burada analiz edəndə əslində çıxmalıdır da. Niyə çıxmır bilmirəm. On doqquzuncudur da, düzdürmü? Bunu double click edəndə bu IP deyil. Burada qeyd edir ki, what's the IP address is at. Bu MAC adresi olan IP adresi soruşur. Biz də eyni MAC adresdəyik. Sadəcə bunun IP-sini necə müəyyən edə bilərik? İndi üzrü sayım, mənim yadımdan çıxdı necə etdiyim, amma yəni əslində buradan bir yerdən etmişdim. Sadəcə necə etdiyim yadımdan çıxdı. Davam edək. Yəni burada IP adresi sadəcə götürürük. Daha sonra ICMP traffic var. ICMP Internet Control Message Protocol'dur. Yəni hansı ki belə deyək də biz müəyyən bir cihaza ping göndərəndə və yaxud da trace route edəndə məhz ICMP vasitəsilə edirik. Yəni ki mesajlaşmaq da bir növ, yəni network üzərindəki cihazlar üçün mesajlaşmaq üçün istifadə olunan bir protokoldur. İndi bunu yükləyək. Tamam. Gördüyümüz kimi burada da requestlərin çoxu, daha doğrusu elə protokolların çoxu ICMP-dir. ICMP Traffic Overview-da da məsələn double click edəndə belə hissələr olur. Type-ı 8-dir, nə bilim kodu 0-dır, echo ping request deyilən bir hissə var. İndi ona özümüz də belə baxa bilərik. ICMP paketlərin üzünə double click edib Internet Control Message Protocol'da Type 8, kod 0, echo ping request yazdığını görə bilirik. ICMP reply-da isə sadəcə burada echo ping reply yazılır. İndi məsələn type-ını soruşur packet foreign. Gəlirik burada deməli elə biz də packet 4-dayıq. Type-ı nədir? 8-dir. Cavab 8. Packet 5 üçün isə type-ımız 0 olacaq. Onu da göstərim sizə. Gəlirik burada 5-ci paketə və type-ımızın 0 olduğunu görürük. Növbəti demək deyir ki, what's the timestamp for packet 12, only including month, day and year? Yalnız deməli ayın günü və il olaraq, yəni bizdən timestamp'ini soruşur paket 12 üçün. Gedək görək. 12-ci paketimiz budur. Burada bizim demək var timestamp'imiz gördüyümüz kimi. Saat və yaxud da dəqiqə lazım deyil. Sadəcə günün, ayın günü və il. 30 may 2013-cü il. Onu da yazmışıq. And what's the full data string for packet 18? Gedirik indi yenə bu hissəyə. 18-ci paket üçün full data string'i soruşur. Data 48 byte olan bu hissə lazımdır. Burada bu datanı kopyalayaq. Copy as value eləyək. Ancaq value dəyərini kopyalasın. Daha doğrusu yazmışam da bura. Eyni şeydir. Baxın 08 ilə başlayan həmin o data. Bu da bu data formada. Sonra gəlirik burada TCP traffic-ə. TCP isə bildiyimiz kimi
OSI modelinin network layer, daha doğrusu transport layer'ında, yəni 4-cü layer'da işləyən əsas protokollardan biridir. UDP ilə bərabər işləyir orada. TCP connection oriented protokoldur. Yəni etibarlı protokoldur və hansı ki datanın qarşı tərəfə çatdırılmasına, məlumatın, informasiyanın qarşı tərəfə çatdırılmasına 100% zəmanət verən bir protokoldur. Düzdür, UDP-yə nisbətən daha yavaşdır, amma daha etibarlıdır. Nəyə görə daha etibarlıdır? Çünki datanın göndərilmə prosesində TCP three-way handshake-dən istifadə edir. Three-way handshake nədir? Client əvvəlcə SIM paketi göndərir, hansı ki bu sinxronizasiya etməkdir. Serverə SIM paketi göndərir ki, mən səninlə əlaqə qurmaq istəyirəm. Əgər server bu əlaqəni qəbul eləsə, client'a yenidən SYNACK paketi göndərir, yəni Synchronization Acknowledgement paketi göndərir, yəni qəbul etmək üçün və daha sonra client da bu əlaqəni təsdiqləmək üçün Acknowledgement paketi göndərir və yalnız bu three-way handshake prosesindən sonra datanın qarşı tərəfə göndərilməsi baş verir deyə TCP daha etibarlıdır. Amma UDP isə daha sürətlidir və ona görə də UDP-dən belə deyək də etibarlılığın və datanın qorunmağının o qədər də önəmli olmadığı yerlərdə istifadə olunur. Yəni əsas prioritetin sürət olduğu yerlərdə. Məsələn, canlı yayımlarda, video oyunlarda, streaminglərdə və s. UDP portundan istifadə olunur ki, orada əsas məsələ informasiyanın anında qarşı tərəfə çatmağıdır. Yəni informasiyada müəyyən itkilərin olmağı deyil. Amma digər məsələn, tutaq ki, maillərin göndərilməsində, yazışmalarda və s. isə TCP portundan istifadə olunur. Daha doğrusu protokolundan istifadə olunur. Burada hər hansı bir yüklənmə materialı yoxdur. Bu hissəsi sadəcə nəzəridir. Gördüyünüz kimi. Daha sonra DNS trafik var. DNS nə üçün istifadə olunur? DNS domain name demək servicedir. Yəni hansı ki bu domain name service vasitəsilə IP adresləri domen adreslərinə çevirir və domen adresləri də IP-yə çevirir. Yəni onları bir növ resolve eləyir. Hansı ki nəyə görə istifadə olunur? Çünki biz istənilən saytın IP adresini yadımızda saxlaya bilmərik. DNS-dən ona görə istifadə olunur ki, onlar resolve olunsun və həmin DNS-ləri biz yadımızda saxlayaq, belə deyim. Və DNS-in işləmə mexanizmi necədir? Məsələn, mən deyək ki, indi bu əlavə məlumat kimi verirəm, bonus məlumat kimi, amma fərqi yoxdur. Mən məsələn deyək ki, getmək istəyirəm hansısa bir xüsusi sayta. Məsələn, nə bilim, bu sayt ola bilər, tutaq ki, deyək, cisco.com məsələn saytı. Əvvəlcə bu nə edir? Əvvəlcə bizim IP adresimiz deyək ki var, artıq mən cisco.com-un IP adresini bilirəm. IP adresə uyğun DNS-ə çevirmək üçün mən cisco.com yazanda o necə ora gedir? Birinci gedir kompüterin lokal keşinə baxır. Yəni brauzerin keşinə. Ora baxma səbəbi ondan ibarətdir ki, bu istifadəçi əvvəlcə cisco.com-a gedibmi, getməyibmi? Əgər gedibsə, bir ehtimal ki, onun IP adresi orada resolve olunmuş olar. Ona görə birinci ora baxır. Orada tapa bilməsə, gedir etc host faylına baxır. etc host faylında da tapa bilməsə, artıq gedir onun rekursiv DNS-nə və yaxud ona DNS resolver da deyirlər. Ora gedir baxır. Bu rekursiv DNS əsasən internet service provider olur, yəni dəyişilməyibsə, yəni ISP olur. Dəyişibsə də başqa şey ola bilər. Orada da tapa bilməsə, artıq gedir root DNS-ə, yəni bütün domenlərin saxlandığı mərkəzə. Root DNS-dən artıq həmin TLD-yə uyğun olan TLD servisə gedir. Yəni məsələn mən cisco.com-a gedirəm. Artıq root DNS-dən o sırf .com TLD servislərinə gedir. Və o TLD servislərinə gedəndən sonra da həmin o .com TLD servisi xüsusi olaraq Cisco-nun authoritative serverinə göndərir və oradan DNS resolve olunur və sayt o formada, daha doğrusu browser o formada cisco.com saytını tapa bilir və tanıya bilir. Yəni o adresə gedə bilir. Və DNS 53-cü port üzərində işləyir. Əsasən UDP protokolu üzərində işləyən bir belə deyək də protokoldur. İndi bundan danışacağıq. Demək, baxın, DNS-də də yenə query response hissəsi var və DNS traffic overview hissəsi var. Gördüyümüz kimi double click eləyəndə UDP üzərində işlədiyi görsənir. User Datagram Protocol və query hissəsində bu görsənir. Response-u da budur. İndi məndən soruşur ki, birinci paketin demək query hissəsində nə yazılıb? Gəlirəm buradan DNS ICMP, yox, bu deyildir deyəsən. Bizim hansıydı? Elə buydu da. Tamam.
Birinci paketimizin query hissəsində nə yazdıq? Gəlirəm query hissəsinə, yazılan yazı budur. Google'un IP adresi var və daha sonra bu yazılar var və bunu da yazmışıq. What site is being queried in packet 26? 26-cı paketə baxaq, görək hansı sayta sorğu göndərir, onu tapaq. Gəlirəm burada 26-ya və sayta baxın, görsənir. www.wireshark.org saytına sorğu göndərmiş olur. Onu da yazmışıq və transaction ID-ni soruşur paket 26 üçün. Transaction ID o da buradadır. 02C58 formasında bir transaction ID'miz var. Onu da buraya yazmışıq. HTTP traffic'dən danışır burada. Burada taskın yarımçıq qalmanın səbəbi nədir? Yəni əslində araşdırdım. Yəni bu əslində burada bu cavab alınmalıdır. Mən bu cavab formatını tapıram burada. Sadəcə nəsə labın özündə problem var. Bu cavabı qəbul eləmir. Səhv cavab kimi qələmə verir. Ona görə alınmır. İndi sizə göstərəcəm. HTTP ümumiyyətlə nədir? Hypertext Transfer Protocol adlandırılır. Yəni ümumiyyətlə belə deyək də secure deyil. Çünki SSL TLS şifrələnməsindən istifadə etmir və sadəcə HTTP özü də müəyyən veb saytlara GET və yaxud da ki post sorğuları göndərmək üçün istifadə olunan bir protokoldur. Və indi burada da yenə download task files bölməsi var. Yükləyək əvvəlcə, sadəcə qeyd elədiyimiz kimi buranı silək. Bizdə qarışıqlıq olmasın. Daha doğrusu bunlardan biraz fərq yoxdur. Problem deyil. Yükləyək. Faylımız yükləndi. Yəni cap faylıdır gördüyümüz kimi. Və burada HTTP sorğularını görə bilirik müəyyən qədər biz. Elə bunların hamısını filtrləyib HTTP edə bilərik. Mən düz fayla mı girmişəm, yoxsa? Yəqin ki düzdür. Burada məsələn hansısa bir HTTP-nin üzərinə gələndə burada. Nə bilim, məsələn bunun üzərinə gələndə burada müəyyən məlumatlar var. Hypertext Transfer Protocol. Baxın, bayaq dediyim get sorğusu və yaxud da post sorğusu budur. Bu sorğular iki hissədən ibarət olur. Head və body hissəsindən. Head hissəsi özü də iki hissədən ibarət olur. Start line və header hissəsindən. Bu birinci yazılı get download HTML, HTTP version falan var. Bu hissə qəbul olunur start line və daha sonra host user agent'i qoşu nöqtənin daha sonra başqa bir şey yazılıb məsəl üçün. Onlar da headerlar qəbul olunur. Və göndərilən request isə əgər bu start line adlandırılır, bəzən request line, response-da isə adlandırılır response line. Yəni bu formada göndərilən sorğunun tərkibini görə bilirik. Bizdə soruşulan sual burada, məsələn baxın, formada bu da baxır. Əlavə olaraq burada müəyyən faiz dərəcələri var. Məsələn faiz dərəcələrinə baxmaq üçün nə edirik? Onu göstərim sizə. Demək, burada yuxarıda menyuda statistics deyilən bir bölmə var. Orada da demək protocol hierarchy var. Protokolların hiyerarxiyası. Burada məsələn domain name sistemi üçün ayrıca faiz var və s. Elə sualın birində bunu soruşur. Cavab 4.7 olur orada. Burada bir dənə də hissə göstərir endpointlər üçün. İndi ona da bir dənə nəzər yetirək. Demək, o hissə isə elə bizdə statistics bölməsində endpoints-də idi. Bu formada endpoints-ləri görmək olar. Və file bölməsində export bölməsində export objects-dən HTTP export eləsək, bu formada bir dənə URL görə bilərik burada. Daha doğrusu domain görə bilərik. Və sualın birində də bu domain adını bizdən soruşur. Bunu da bağlamaq hər dəfə yadımdan çıxır. Tamam. İndi sualın birində dediyim o person dəyəri soruşur. 4.7'de tapdıq onu. What endpoint ends in .237. Yəni sonu 237 ilə bitən endpoint soruşur. Burada da sonu 237 ilə bitən çox endpoint var, amma bizə sırf HTTP endpoint lazımdır deyə cavab olur 145, 254, 160, 237. Daha sonra user agenti soruşur packet 4 üçün. Gedək baxaq. User agent elə bir növ istifadəçinin saytı daxil olan zaman hansı browserdən istifadə etdiyini və s. göstərir. Görürük, burada user agent var. Mozilla'dan istifadə edib, Windows əməliyyat sistemi üzərindən istifadə edib və s.
Dediyim isə budur. Paket 18-in full URI-ni soruşur. Əslində ora sadədir. Yəni gəlirik bura, Paket 18-ə double click edirik. Aşağı sürüşdürəndə burada full request URI var. Baxın, sırf onu soruşur. Bu da əslində budur. Mən bunu kopya edib daha sonra value olaraq kopya edirəm və gəlib bura yapışdıranda bu cavabı qəbul eləmir. Amma əslində tam bunun yeri buradır. Gördüyünüz kimi, yəni nəsə labda problem var. Araşdırdım, digər istifadəçilərdə edir. Məndə etmirsə, demək nəsə sonradan problem olub. Bu bayaq qeyd etdiyimiz domain adresidir, hansı ki fayl bölməsindən exportdan tapmışdıq. Buradan file'dan gəlmişdik. Export Objects, buradan HTTP'ye gəlmişdik və buradan bu domaini görmüşdük. Bu formada. Və sonda da Paket 38 üçün full URI soruşur. Eyni qaydada gəlirik. Demək, Paket 38-ə. Gəlirik buradan full URI. Full URI də budur. Bunu da götürüb ora yapışdırmışam və cavab düz çıxıb. Növbəti artıq HTTPS trafikdir. HTTPS isə HTTP-nin daha secure versiyasıdır. Hansı ki orada SSL TLS şifrələnməsindən istifadə edilir və SSL ilə TLS biri Transport Layer Security, biri isə Secure Socket Layer'dır. Yəni ki, hansı ki bunlar sayəsində saytlarda olan client və server arasında olan məlumatlar tam olaraq şifrələnir və TLS daha yenidir. TLS-in 1.0, 1.2, 1.3 deyilən versiyaları var. SSL-in isə ən son versiyası 3.0 idi. Amma hal-hazırda SSL demək olar ki, istifadə olunmur. Onun yerinə TLS istifadə olunur. Burada da görürsüz. Yenə cap faylımızı yükləyək. Bu indi zip faylı formatındadır, amma açanda burada bizə lazım olan bu fayldır. Zaten ancaq cap faylları Wiresharkda açıla bilər. Bunu açaq. Tamam. Gördüyümüz kimi TCP var, SSL version 2 var, SSL version 3 var və s. İndi burada məsələn də hansısa bir TCP-yə daxil olsaq, orada görə bilərik. Məsələn, Paket 36-ya daxil olub, indi biz də daxil olaq, fərqi yoxdur. Birinə daxil olaq. Məsələn, Paket 14. Transport Layer Security-də SSL version 3 var məsələn. Bunun isə alt hissəsində SSL-in versiyasını, istifadə olunan encryption metodda encrypted handshake-in uzunluğunu və s. bizə göstərmiş olur. Deməli, burada bizdən soruşulan şey nədir? Paket 31'in full request URI'ni soruşur. Gəlirik. Paket 31 buradadır. Deməli, full request URI. Sadəcə yenə burada yoxdur deyəsən. Mən hardan tapmalıydım bunu? Demək, data stream. Looking at data stream, what's the full request? Data stream'e baxmaq lazımdır. Paket 31. Burada görək başqa bir yerə də baxarmı bu? Yox, yəni əslində yenə də bu hissələrdə olmalıdır. Sadəcə mən unutdum yəni hardan baxdığımı. Data stream, what's the full request URI for? Paket 53 üçün. Burada encrypted data'nı görmək olur. Sadəcə data stream burada hardadır?
Data stream burada hardadır? Tam bilmirəm. Neyse davam edək. Amma tapmışdım əslində, sadəcə yadımdan çıxır. Bu da user agenti soruşur. Əslində bayaqki sualında nə idi? Burada isə exploit pickuplardan danışır. SMB-dən danışır, secret stamp'dan danışır. Secret stamp SMB üzərindən Active Directory-də məsələn hashləri falan dump eləmək üçün istifadə olunur və lab beləliklə bitir. Bəzi problemlərə görə üzrlü sayın, yəni əlimdə olan problemlər deyildi. Dediyim bu sual əslində düzdür, sadəcə məndə alınmadı və bu bəzi data streamlərə də baxmaq, yəni tam olaraq hardan baxırdıq yadımda qalmayıb. Ona görə üzrlü sayın baxa bilmədim. Amma ümid edirəm ki, bu lab sizin üçün faydalı olar. Əlimdən gələn qədər izah etməyə çalışdım. Növbəti videolarda görüşənədək sağ olun.